Pedaqoji Universitetinin təşkil etdiyi beynəlxalq bir konfransda iştirak edirəm. Mənim üçün o qədər dəyərli bir konfransdır ki, deyə bilmirəm. Sanki qürurdan ürəyim sinəmə sığmır. Öz doğmalarını görmüş, öz qardaş bacısını görmüş, öz yurdumda addımlayan bir insan kimi özümü hiss edirəm. Və beynəlxalq konfransların bizlər üçün önəmi olduğu məlumdur. Nəyə görə? Beynəlxalq konfranslar eyni zamanda bizim beynəlxalq təcrübəni öyrənmək, öz məktəblərimizdə, öz universitetlərimizdə tətbiq etmək, eyni zamanda dil öyrənmək baxımından, kompüterləşmə əsrində, rəqəmsallaşma əsrində bütün bunları öyrənmək və onları məktəbə vermək, okullara vermək bizim üçün önəmli, çox önəmli. Qarşımızda duran ən müqəddəs vəzifədir. Eyni zamanda ölkələrimiz arasındakı əlaqələr, həm Özbəkistan Respublikasının prezidenti Cənab Mirziyoyevin, eyni zamanda Cənab İlham Əliyevin iki ölkə prezidentləri olaraq hər ölkədə dəfələrlə olmaqları, onlar da bizim bütün bu irəliləyişimizə bir təkan olur və bu ayın sonunda təhsil sərgisində bizim universitetdə Azərbaycan Dövlət Pedaqoji Universiteti də təmsil olunacaqdır. Həmin Pedaqoji Universitetin orada təmsil olunması və yaxud da Pedaqoji Universitetin digər tədbirlərdə iştirakı elə o əlaqələrin genişləndiyinə əyani bir sübutdur. Bir daha bildirmək istəyirəm, bir daha demək istəyirəm ki, bu cür konfranslar yalnız elmimizin inkişafına xeyirdir.